Salam dostlar, diferensial tənliklər sistemi ilə bağlı video dərslərimiz davam edir. Bundan əvvəlki video dərsdə iki sistemin izahını verdim. Bu video dərsdə də çalışacağım iki sistemin izahını verim. Deməli, əvvəlki sistemləri birinci, ikinci ilə işarə eləmişdim. İndi bu olsun bizim üçüncü sistemimiz. Üçüncü sistemimiz. Deməli, sistemimiz belədir. dy bölünsün dx bərabərdir 3y çıx 2z şəklində, dz bölünsün dx bərabərdir 2y çıx 2z şəklində. Tənliklər sistemini həll edin. Buradan uşaqlar, biz 2z-i tapsaq nə olacaqdır? 2z-imiz bərabərdir. Bu y' deməkdir də. dy bölünsün dx nə deməkdir? Y'. 2z-imiz bərabər olacaqdır. 3y çıxılsın y'. Oradan z-i də tapsaq, mən 2z tapmışam. Z bərabər olacaqdır. 3y çıx y' bölünsün nə? 2. Z' tapsaq, z' nəyə bərabərdir? Z' bərabərdir olacaqdır. 3y' çıx y2' bölünsün 2 şəklində. Sistemdə ikinci tənlikdə də verilib bizə. Z' nə verilib? Z' bərabərdir 2y çıxılsın 2z şəklində. Bunları bərabərləşdirsək, o zaman nə alırıq biz? 3y' çıx y2' bərabərdir. 2'yə də vururam onu. 2y çıxılsın 2z'dir. 2'yə də vururam. Olacaqdır elə bir neçə? 4y çıx 4y çıxılsın 2'yə vururam. 2'yə vuranda olacaq 4z. 4z. Z'in də yerinə bax bunu yazsam, 3y çıx y' bölünsün 2. Biraz da sadələşdirsək, 3y çıx y2' bərabərdir 4y çıx 4 ilə 2 ixtisar getdi, 2 qaldı, 2-ni də 3'ə vuranda 6y 2 qaldı burada, düzdürmü? Üstə gəlinsin 2y' şəklində. Mənfi 2 vurduq, doğru. Sonra da hamısını bir tərəfə keçirək və bunu o tərəfə keçirirəm. Olacaqdır neçə? 3y' üzr istəyirəm, bu y2'miş, yox. Bunu bu tərəfə keçirəm. y2' bunu o tərəfə keçirsək. Bunu da o tərəfə keçirəndə olur 2y'-dən 3y' çıxıram. Qalır burada y'. Düzdürmü? Sonra da bunları o tərəfə nə edirik? Keçirtdik. Burada da çıxılsın nə qalır? 2y. Bərabərdir 0 şəklində gəldi. Artıq sabit əmsallı birciz diferensial tənliyə. Buradan da y'-ə biz y''ə bir k desək, o zaman y2' nə olur? K kvadratı olur. K kvadratı. Gətirib burada yerinə yazanda k kvadratı çıx k çıx 2 bərabərdir 0 şəklində bir tənlik alırıq. Buradan da köklərini tapsaq, hasili -2, cəmidəki müsbət 1, k1 bərabərdir. k1 və hasili -2, cəmidəki nədir? Müsbət 1'dir. k1 bərabərdir -1, k2 nəyə bərabərdir? Müsbət 2'yə. Hasili -2 ilir, cəmidəki neçədir? Müsbət 1. Artıq burada biz həqiqi köklər tapdıq da, yəni ki kompleks köklər yoxdur. O zaman bizim belə deyək, bettamız nədir? 0'a bərabərdir. O zaman bizim tənliyin ümumi həlli olacaqdır. Y bərabərdir S1 y üstündə alfa x, yəni ki -x, üstə gəlinsin S2 y üstündə o biri alfa nədir? 2x şəklində. Biz nəyi tapdıq buradan? Y2 tapdıq. Görək düz hesabladıq.
Aha, C1 Y üstündeki x eyni şeydir onsuzdan. Doğru. Belə. Biz y-i tapdıq. Buradan biz nəyi tapa bilərik? Y' tapa bilərik. Niyə y' tapmalıyıq? Y' tapmalıyıq ki, çünki biz burada z'yi tapmalıyıq. Z'imiz nəyə bərabərdir? 3y çıxılsın y'. Buradan y' tapsaq, y''imiz nəyə bərabər olacaqdır? Bunun törəməsi olacaq mənfi C1 y üstündə elə mənfi x, y üstü x'in törəməsi y üstü x edir. Amma burada mənfi x olduğuna görə mənfi x'in törəməsi mənfi 1 edir. Mənfi C1 y üstündə mənfi x. Üstəgəl 2x'in törəməsi 2 edir. 2 C2 y üstündə 2x şəklində. Bax belə. Y' tapdıq. O zaman gətirib burada yerinə qoyub biz nəyi tapa bilərik? Z'yi də artıq tapa bilərik. Z'yi də ki, bax necə tapacağıq? Z'yi də tapmaq üçün bax bu düsturdan istifadə edəcəyik bu ifadədən. Y-i 3'ə vuracağıq. Sonra da y' çıxacaq və sonra da oradan z'yi taparıq. Bax buranı silək, onu da tapaq. Bunu artıq siz özünüz də tapa bilərsiniz. Bəlkə buna vaxt itirməyək. Məncə də buna vaxt itirməyək. Onu özünüz yerinə qoyub tapa bilərsiniz də. Lövhə görsənir. Deməli, bu videoda ikinci tənələr sistemimiz belə bir misal olsun. Deməli, verilib ki, dx bölünsün dt bərabərdir y, dy bölünsün dt bərabərdir z, dz bölünsün dt bərabərdir x şəklində. Deyir ki, bu tanələr sistemini həll edin. Buradan biz görürük ki, y nəyə bərabərdir? X ştrixa. Bunu biz görürük. Düzdürmü? Z nəyə bərabərdir? Bəs Z bərabərdir. Z nəyə bərabərdir? Y ştrixa. Y ştrixa. O zaman Y x ştrixdirsə, o zaman bu olacaq nə? X2 ştrixa. Düzdürmü? X2 ştrixa. Z ştriximiz nəyə bərabərdir? X-ə. Z ştriximiz də nəyə bərabərdir? X-ə bərabərdir. Hardan bilirik? Sistemin üçüncü tənliyindən. Birinci tənlikdən bunu yazdım. İkinci tənlikdən bunu yazdım. Üçüncü tənlikdən də bunu yazmışım. Z ştrix nəyə bərabərdir? X-ə. Z-imiz X2 ştrixdirsə, o zaman bundan bir dəfə də törəmə alsaq, tapırıq ki, bunu nəyi tapırıq? X3 ştrix bərabərdir nədir? X alırıq. Bax, Z-imiz nəyə bərabərdir? X2 ştrixə. Bundan bir dəfə törəmə alsaq, Z ştrixi tapırıq. Z ştrix də X verilib. Bundan bir də törəmə alanda olur X-in üçüncü tərtib törəməsi, yəni X3 ştrix bərabərdir nə? X. Bunu da bu tərəfə keçirsək, X3 ştrix çıx X bərabərdir 0 şəklində bir tənlik alırıq. X də bərabərdir Y üstündə KT gətirib bunu yerinə qoysaq, o zaman X3 ştriximiz nə olur? K kubu qəbul eləmiş oluruq. X ştriximiz çünki X ştriximiz K-dırsa, X3 ştriximiz nə olur? K kubu. Gətirib burada yerinə yazanda olur K kubu çıxılsın 1 bərabərdir 0. Bu da ki 3 dənə kök var. K çıxılsın 1. K kvadratı üstəgəl K üstəgəl 1 bərabərdir 0 şəklində. Bu bir kök K1 bərabərdir 1 həqiqi kökü var. 2 dənə də kompleks kökü var. Bu kompleks kökləri də elə burada yazıram. K2 bərabərdir. Birbaşa ilə yazaq buradan vaxtımız getməsin. Mənfi 2-də 1. Mənfi 2-də 1 üstəgəl kökdə 3 bölünsün 2i. K3'ümüz də olur. Mənfi 2-də 1 çıxılsın kökdə 3 bölünsün 2i şəklində. Belə. İndi kökləri bilirik. Bir kök həqiqi kökdür. 2 kök isə alfa plus beta i. Bax demişdik də K bərabərdir. Alfa üstəgəl çıx beta i şəklində. Təbii ki bunu da bilirik necə yazırıq. Bunu da bilirik necə yazacağıq. O zaman bizim Y-imiz nəyə bərabərdir? Y-imiz bərabərdir
nə şəkildə olur? Üzr istəyirəm, y nə idi ki? X tapmışıq, x-i əvəzləmişik. X-imiz t ilə əvəzləmişik. Yəni x t-miz nə formada olur? X t-miz bərabərdir C1 y üstündə alfa x, y üstündə x üstə gəlinsin. Mötərizədə bunun alfasını bilirik axı. Bir yazdım görün. Hə. C1 y üstündə x üstə gəlinsin y üstündə alfamız neçədir? Alfamız -2-də 1 C2 kosinus beta x. Betamız nədir? Kökdə 3 bölünsün 2. Üstə gəl C3 sinus burada x də var. Üstə gəl C3 sinus kökdə 3 bölünsün 2 x şəklində. C1 y üstü x niyə görə yazdıq? Burada alfamız nədir? 1-ə bərabərdir. Alfamız 1-ə bərabərdir. Yəni k'mız nəyə bərabərdir? 1-ə bərabərdir. C1 y üstündə x. Bu tənlikləri də bax bu ikinci ifadəni də bax bu kompleks köklərə yazdıq. Biz indi buradan x-t-ni tapdıq. İndi mənə nələr lazımdır? Y-t və z-t. Mən bilirəm ki, y nəyə bərabərdir? X-in birinci tərsib törəməsinə. O zaman buradan mən bir törəmə alacağam. Törəməsini tapacağam x-ə görə. Nə edəcəm? Birinci tərsib törəməsini tapacağam. Nə olacaqdır? Y temiz olacaqdır. Yəni x-t'nin nədir? Birinci tərtib törəməsi. Z-imiz də nədir? X-in nə idi? İkinci tərtib törəməsidir. Və bu törəmələri özünüz də tapa bilərsiniz. Sadə törəmələrdir. Bundan bir dəfə törəmə, bax bu funksiyadan, bu ifadədən bir dəfə törəmə alacaqsınız. Y-i tapacaqsınız. Törəmə tapdığınızda bir də törəmə alacaqsınız. Nəyi tapacaqsınız? Z-i tapacaqsınız. Beləliklə də bu sistemin ümumi həllini, x, y və z-in ümumi həllini yazacaqsınız. Belə, bu videomuzda burada yekunlaşdırıram. Növbəti videoda da bir misalın izahını verəcəm.